Bugün siz tədqiqatçısınızsa sizə gündə email gələcək. Sloveniyadan, Makedoniyadan, Bolqarıstandan, Rumıniyadan, Rusiyadan, Ukraynadan ki, bizə bir ödəniş eləyirik. 200 avrodan tutmuş 1000 avroya kimi biz sizin məqalənizi çap edirik, məqaləniz varsa. Yox, məqaləniz yoxsa biz sizə kömək eləyək bunu yazmağa. Axırıncı bir 20-30 il ərzində dünyada universitetlər rəqabətə girməyə başladılar və rəqabətin cürbəcür indeksləri var idi. Məsələn, bugün biz bildiyimiz qədər, məsələn, Şanxay indeksi var, US Times News indeksi var, QS indeksləri var. İngiltərədə, Amerikada, Çində, hətta Rusiyada da indekslər var ki, hansı göstərir ki, hansı universitetlər neçənci yerdə pillədə yerləşirlər. Və bu 90-cı illərdən başlayaraq bu biznes çevrildi və bu ranking sistemləri başladı cürbəcür universitetlərə bu rankinqa daxil eləməyə. Burada deyə bilərik QS-dir, burada US News-dir, burada Şanxaydır, burada Avstraliyanın rankinqləridir və s. Və bu rankinqların bir komponentlərdən biri elmi məqalələrdir. Və bu moment 90-cı illərdə və 2000-ci illərdə universitetlər elmi tədqiqata çox fikir verməyə başladılar. Çoxsu olaraq qərbdə universitetlər başladılar çoxlu məqalələr çap eləməyə cürbəcür jurnallarda və bu komponent bir neçə yüzlərlə universitetlərin rankinqdə qaldırdı. Və 60-cı illərdə Eugene Garfield belə bir insan var idi, tədqiqatçı idi. O bir təzə bir sistem yaratdı ki, gördü ki, məsələn, jurnalların sayı çoxdur. Xətdən artıq çox gəlir. 10 dənə var idi əvvəllər, 20 dənə, amma indi minlərlə, yüzlərlə jurnallar var. Və artıq Social Science Citation Index deyilən bir şeyi yaratdı. O nə deməkdir? O başa düşmək istədi ki, hansı jurnallar yaxşı jurnallar sayılırlar, hansı jurnallar qeyri-yaxşı jurnallar sayılır ki, pis jurnallar sayılırlar. Və onun əsasında impact factor deyilən bir şey çıxartdı ki, bu jurnalın elmə gətirdiyi tövsiyələr nə olub, elmə gətirdiyi təsiri nə olub və onun əsasında o jurnalları birinci yerə qoydular, ikinci yerə qoydular, üçüncü və s. və s. Və bu momentdə, məsələn, 90-cı illərdə çox məşhur bir indeks yarandı. Social Science Citation Index, ya da ki, Science Citation Index. Elmi referans indeksi, elmi istinad indeksi. Və buna əsasən jurnalları ranjirovka elədilər. Birinci yerdə hansıdır, 10-cu yerdə hansıdır və s. və s. Bugün biz bunu baxsaq, məsələn, Social Science Citation Indexə, görəcəyik ki, məsələn, iqtisadiyyatda 3000-dən 5000-ə kimi jurnallar var dünyada. Bəlkə də ondan da çox. Amma bu yüksək liqada olan jurnalların sayı yalnız 300 dənədir. Siyasi elmlərdə ola bilsin ki, minlərlə jurnal var. Amma bu Social Science Citation Indexdə ən yaxşı jurnalların siyahısında yalnız 150 dənə jurnaldır. Bu nəyə görə kömək elədi? Birincisi olaraq bu indeksasiya kömək elədi ki, insanlar, tədqiqatçılar bildilər ki, hansı jurnal yaxşıdır, hansı jurnal pisdir, hansı jurnalda mən çap eləyə bilərəm, hansı jurnalda çap eləyə bilmərəm və hansı jurnalda məni çox oxuyacaqlar, hansında oxumayacaqlar. Və universitetlər çoxsu olaraq bu indeksləri götürdülər bir səbəb üçün, bir neçə səbəb üçün. Birincisi olaraq bilmək istədilər ki, siz yaxşı tədqiqatçısınız, sizi vəzifənizi qaldıraq yoxsa yox. Yəni ki, vəzifənizi qaldırırlar yaxşı jurnalda çap eləyəndə, ya da ki, vəzifənizi qaldırmırlar, professor, ya ki, dosent eləmirlər pis jurnalda çıxanda. Ona görə onlar çalışırdılar ki, öz müəllimlərini, öz tədqiqatçılarını yaxşı jurnallar yönləndirsinlər ki, orada çap eləsinlər. Ona görə bu 90-cı illərdə bu çox yarandı və çox yaxşı da bir sistem idi. Sadəcə olaraq 2000-ci illər başlayandan sonra bu sistemi artıq biraz burada problem yarandı. Birincisi olaraq Çinlilər. Çin universitetləri artıq 2000-ci illərdə fikirləşdilər ki, biz də bu rankinqa girməliyik. Biz nə edə bilərik ki, bu rankinqa girək ki, bizdə elmi tədqiqatlar çox da yoxdur. Bizdə elmi tədqiqatlarda çox da çap olunan bir şey yoxdur. Amma bizə elmi tədqiqat lazımdır və bizə çap lazımdır. Bizə çox da tədqiqat lazım deyil, amma çap eləmək lazımdır. Onların fikrincə elm çapla gedəcək. Məsələn, Qərb buna baxırdı ki, mənim elmim varsa ondan da çap çıxacaq. Amma Şərq buna baxırdı ki, Çin baxırdı ki, çap olunsun, mənə fərqi yoxdur, elm olur yoxsa yox. Və bu moment Çin universitetləri başladılar, məsələn, hardansa Harvardın
professorunu götürməyə, MIT-nin professoru, cürbəcür universitetlərin professorlarını götürməyə və deməyə ki, gəl sən bizim müəllimimiz ol öz universitetdə oturarkən. Yəni ki, və hansısa bir çap eləyəndə sadəcə mənim universitetimin adını yazırsan. İstəyir olsun Amerikada, istəyir olsun İngiltərədə, istəyir olsun Avstraliyada. Yavaş-yavaş belə bir sistemə keçəndən sonra artıq gördük ki, universitetlərin rankinqi artmağa başladı. Nəyə görə? Görürsən ki, amma halbuki elm deyilən bir şey yox idi. Var idi, amma belə də inkişaf eləmirdi. Sadəcə bu bütün publikasiyalar, bütün çaplar o birisi universitetin professoruna olunurdu, sadəcə bu universitetin adı yazılırdı. Bunu da rankinqdə qaldırır. Ona görə Çinin universitetləri rankinqdə çox qalxdı. Və amma yenə deyim ki, bu heç bir problem deyildi bu momentə kimi. Ondan sonra 2000-ci illərdə belə bir konsepsiya ortaya gəldi, yırtıcı jurnallar. Yırtıcı jurnallar nə oldu? Yırtıcı jurnallar da bildilər ki, istəyir Çin universitetləri, istəyir keçmiş Sovet hökumətinin universitetləri, Rusiya universitetləri, Ukrayna, Belarusiya, Qazaxıstan universitetlərində onlar universitetlər üçün, məsələn, doktorantura müdafiə eləmək üçün, ya da ki, kandidatı müdafiə eləmək üçün, namizədi müdafiə eləmək üçün onlara çap lazımdır. Xaricdə universitetlərində çap, xarici jurnallarda çap. Ona görə bu moment yırtıcı jurnallar peyda olundu və sadəcə sizə yaxınlaşmağa başladılar və emaillə ki, istəsəniz bizim jurnalımızda nə mövzuda istəyirsən çap eləyə bilərsən. Ümumiyyətlə jurnalın adı ümumi bir qoyurdular. Məsələn, dayanıqlı inkişaf. Dayanıqlı inkişafın altına hər şey qoya bilərsiniz. Tipdən tutmuş hərbiyə kimi. Və nə istəsən çap eləyə bilərsən. Sadəcə bunun qiyməti olur 500 avro, bunun olur 1000 avro, 300 avro, 400 avro və s. və s. Və siz sadəcə bu pulu ödəyirsiniz. Məqələni yollayırsınız. Hətta ola bilsin ki, onlar da sizə məqələ yazdılar, tərcümə edilədilər və s. Çap olunur. Siz o çapı götürürsünüz, göstərirsiniz öz universitetinizdə ki, mən bunu çap eləmişəm və sizə məsələn doktor vəzifəsi verirlər ya da ki, namizəd adı verirlər və s. və s. Məsələn, 2010-cu ilə 2014-cü il ərzində Qazaxstanda gördülər ki, 60-a 70-ə yaxın faiz məqalələr yalnız 3 dənə jurnalda çap olunmuşdu. Yırtıcı jurnallar. O yırtıcı jurnal yaxşı jurnallar idi. Yəni pis jurnallar deyil. Hətta bunların impact faktorları var idi, sosial indeksləri. Sadəcə bu biznes kimi baxdılar bunun redaktorları. Götürüldü ki, kim istəyir gəlsin çap eləsin. 1000 avro, 2000 avro verirsiz çap və 3 dənə jurnalda 60% bütün məqalələri çap olunmuşdu. Buna görə bu böyük skandala gəldi, çıxartdı və s. Ruslarda da eyni şey oldu. Məsələn, bugün siz tədqiqatçısınızsa sizə gündə email gələcək. Sloveniyadan, Makedoniyadan, Bolqarıstandan, Rumıniyadan, Rusiyadan, Ukraynadan ki, bizə bir ödəniş eləyirsiniz. 200 avrodan tutmuş 1000 avroya kimi biz sizin məqalənizi çap edirik, məqaləniz varsa. Yox, məqaləniz yoxsa biz sizə kömək eləyirik bunu yazmağa. Hətta belə bir sistem var ki, istəyirsinizsə bizə 1000 avro, 2000 avro verirsiniz. Bizim hansısa bir universitetdə filan kəs məsələn Anar müəllim var, o məqalə yazır. Sizin adınızı öz məqaləsinə qoya bilər. Siz qoyursunuz onun adını məqaləyə, sizə olsun ki, siz hansısa bir Makedoniyada, Sloveniyada, hətta Amerikada da ola bilər. Sizin məqaləniz çıxıb, sizin adınız çıxıb, gətirirsiniz universitetdə görsəniz, universitet deyir ki, mənim müəllimim məqaləsi jurnalda çıxıb. Yəni bu belə bir sistem oldu. Məsələn, bir neçə ay bundan əvvəl yaxşı bir tədqiqat var idi. Bir dənə Azərbaycan jurnallarında göstərdi ki, məsələn, 3 dənə xarici jurnallarda Azərbaycandan bir 400-ə yaxın məqalə olub. 3 dənə jurnalda 400-ə yaxın məqalə olub. Bu biraz qeyri-realdır. Necə ola bilər ki, 400-ə yaxın məqalə olsun, yalnız 3 dənə jurnalda. Yəni ki, jurnalın sayı biraz çox olmalıdır. Amma görürsüz ki, görünür ki, bu çoxsu olaraq yırtıcı jurnallardır. Hansı ki, ola bilsin ki, pulla, ola bilsin ki, hansısa bir fərqli bir benefitlə oturur bu sizin məqalələrinizi çap edir. Ona görə bu yırtıcı jurnalların problemi bugün nəinki Azərbaycanda, bütün keçmiş məkanımızda, bütün Sovet məkanımızda, Avropa İttifaqında, Amerikada bu yırtıcı məqalələrin problemi çox yüksəkdir. Sadəcə olaraq bizdə Azərbaycanda hələ bu yırtıcı məqalələrin qabağını almağı bizdə hələ bir sistem yoxdur. Yəni bizdə bugün deyirik ki, məsələn, siz gedirsiniz, çap olunursunuz hansısa bir jurnalda, xarici jurnal. Xarici, Ukraynada xarici sayılır, Makedoniyada xarici sayılır. İkinci etap ola bilər ki, deyə bilər ki, siz Social Science Citation Index-də, Impact Factorlu jurnalda çap eləyə bilərsiniz. Ola bilsin ki, Impact Factorlu jurnal da yırtıcı olsun. Yəni bu biznesdir. Bugün mən Anar istəsəm
gedib hansısa bir jurnalı ala bilərəm. Məsələn, şirkətlər var, Elsevier var, Taylor & Francis var, Sage Publishing House var. Gedib onlardan hansısa bir jurnalı ala bilərəm. Impact Factorlı jurnal. 500 min verirəm, 300 min verirəm və s. O jurnalı alıb, sadəcə olaraq sizə gəlib təklif edə bilərəm ki, mənə 2000 avro verirsiniz, mən sizin məqalənizi Impact Factorlı jurnalda çap edeyim. Mən 100 nəfərdən 2000 avro alsam, artıq bu öz jurnalın pulunu çıxardıram. Yəni belə sistemdə çox var. Sadəcə olaraq qərb sistemində bunu dərhal tuturlar. Məsələn, siz bugün baş müəllimsiniz və istəyirsiniz dosent olmağa. Siz məqalə çap edirsiniz, 5 il işləyirsiniz və s. və sizi dosent eləmək üçün siz sənədlərinizi aparırsınız, kafedraya verirsiniz ki, məni dosent elə və s. Və kafedrada professorlar baxırlar, görürlər ki, sənin məqələn, sizin məqələniz harda çap olunub və görsələr ki, o yırtıcı jurnaldadır. Görsələr ki, o jurnaldadır ki, hansında ki, şübhə yaranıb və sizin adiyyətiniz buna yoxdur, dərhal sizi ya universitetdən qovarlar, ya da ki, sizə dosent adı verməzlər. Bizdə Azərbaycanda isə problem ondan ibarətdir ki, bizdə jurnalların adı ilə sayılır. Mən çap eləmişəmsə, gətirib vermişəmsə, siz bunu qəbul eləməlisiniz. Bu mənimdir, yoxsa yox, bu artıq ikinci məsələdir. Bugün məsələn, vakın jurnalları ola bilər, universitetin jurnalları ola bilər ki, və s. və s. Cürbəcür universitetlərin deyəcək ki, hə, gediniz mənə Impact Factor jurnalında çap edirsiniz. Mən də gedib çap elədim. Yırtıcı jurnal ola bilər, Impact Factorlı. Mənim adımı yazdıra bilərlər pulla və s. və s. Artıq mənim mexanizm yoxdur ki, bu adamı mən tutdum, deyim ki, sən düzgün çap eləməmisən. Sənin burada məqələn düzgün çıxmayıb. Qərb sistemində bunu tuta bilirlər. Məsələn, Almaniyada çoxsu olaraq deyirlər ki, məsələn, bizə bu sistem, ranking sistemi, Impact Factor bizə vacib deyil. Biz bilirik ki, bizim 10 dənə jurnalımız var, hansına ki, biz inanırıq və bu 10 dənə jurnalda çap eləməliyiz, ya da 20 dənə jurnalda. Ondan başqa mən heç nə gətirməm. Finlandiyada məsələn onların öz sistemi var. Onların məsələn ali attestasiya komissiyaları var. Onlar məsələn A kateqoriya jurnalları hər 5 ildən bir baxırlar, görsünlər ki, nəyisə dəyişmək olar yoxsa yox. B kateqoriya jurnalları hər 2 ildən bir dəyişirlər. C kateqoriya jurnalları hər il baxırlar. Və hansısa bir şübhə yaransa ki, o jurnal yırtıcıdır ya da pulla eləyir, onu dərhal çıxardılar və deyirlər ki, Finlandiyanın tədqiqatçılarına ki, bu jurnallar çap eləmir. Biz bu jurnallar çap edirik. Biz onları yoxlamışıq. İkinci məsələ nə ola bilər? Üçüncü məsələ nə ola bilər? Jurnallarda çoxsu olaraq hər bir nüsxədə 9, 10, maksimum 12 dənə məqalə çıxa bilər. Jurnallar artıq bu biznes sisteminə keçməyində nə edilər? Artıq belə jurnallar var ki, bir nüsxədə 90 dənə ya da 100 dənə ya da 180 dənə elektron şəkildə məqalələri verir. Yəni dayanmır. Yəni nüsxələr var da ildə 4 dəfə çıxır. Məsələn, martda çıxır, iyunda çıxır, sentyabrda, dekabrda və s. Hərəsində də 10 dənə məqalə var. Maksimum 40 dənə məqalə olur ilə. Belə jurnallar var ki, onlar da yüksək impact faktorlardır, yaxşı jurnallar sayılır. Amma onlar məsələn bir nüsxə 90 dənə məqalə buraxır. Və 90 dənə məqalə buraxmaq üçün və onu yoxlamaq üçün 1 ay, 2 ay bəs eləmir. Amma onlar buraxırlar. Necə buraxırlar? Məsələn, 3 aya, 2 aya sizin məqalənizi yoxlayırlar. Halbuki məqələni yoxlamaq üçün 6 aydan 9 aya kimi çata bilər. İqtisadiyyatda 3 ilə kimi çata bilər. Sosial elmlərdə ola bilsin ki, 6 ay, 9 ay yoxlayıb, təzədən sizə yollayacaqlar. Təzədən yoxlayıb, təzədən sizə 6 aydan 9 aya kimi çata bilər. 3 aya çap eləyirsə sizin məqələnizi, deməli bu yırtıcı jurnaldır. Bu bir məsələ. Və ona görə burada ikinci problem yaranır. Sonra problem necə yaranır? Çoxsu jurnallar fərqli bir yola getdilər və başladılar demək ki, open access. Open access jurnallar nə deməkdir? Birincisi olaraq mən hansısa bir jurnalda öz məqələmi çap eləsəm, artıq bu məqələ mənim məqələm olmur. O jurnalın məqələsidir. Yox, mənim məqələmdir, mən müəllifəm. Sadəcə onu satmaq üçün, onu təzədən çap eləmək üçün mən bu müəllif hüquqlarını vermişəm o jurnala. O jurnal artıq satır o mənim məqələmi. Amma jurnal da mənə yaxınlaşır, deyir ki, istəyirsən mən sənin məqələvi açıq şəkildə qoyum ki, kim istəyir gəlsin götürsün. Amma mənə 1500 avro ver, mən onu satmayacağam, pulsuz kim hamı gəlsin götürsün onu. Mənim üçün vacibdir ki, bu ona görə ki, hamı mənim məqələmi oxusun, mənə istinad versin və s. Mən ona görə ödəyərəm 1500 avro ki, nədir, mənim məqələmi çox adam ödəsin. Amma jurnallar buna fərqli tərəf baxırlar. Başladılar demək ki, sən bizə 1500 avro ver, biz sən məqələvi çap eləyək, open access-ə qoyaq. Artıq ikinci tərəfdən başladılar. Bir variant ola bilər ki, mən çap eləyirəm, sonra open access eləyirəm. Onlar mənə əvvəldən dedilər, 1500 avro ver, mən sən məqələvi açıq, aşkar
qoyacaqlar. Open access fee 1500, 2000, 3000 avro ilə başladılar sizin məqalənizi götürməyə. Hətta keyfiyyəti də aşağı olanda onlar çap elədilər. Və bu nəyə görə gətirir? Bu nəyə görə gətirir? Birincisi olaraq o ona gətirir ki, biz özümüzü aldatmağa başlamışıq. İstəyir Azərbaycanda, istəyir Avropada, istəyir keçmiş Sovet hökumətində elm qabağa getmir bu ilə. Elm heç bir qabağa getmir. Sadəcə olaraq biz ruslarda bir dənə söz var, pripiska ilə məşğul oluruq. Hə, mən öz adımı yazdırıram harasa o birisi jurnala, orada mənim məqaləm çap olunur. Ya da ki, mən pul verirəm, məqaləmi çap etdirirəm, mənim rankingimdə qaldırır, amma elm getmir. Yəni, elmə heç bir tövsiyə, heç bir təsir gəlmir. Məsələn, bugün otursaq, görsək ki, Azərbaycanda nə qədər məqalələr çap olunur, çox gözəl də bəlkə çap olunur, çox da sayı da çoxdur. Amma bunun təsiri elmə nə qədər gətirib, bu tamamilə fərqli bir rəqəmdir. Məsələn, bugün deyirlər ki, məsələn, bir nömrə ölkə hansı ki, ən çox məqalə çap edir dünyada Çindir. Bəlkə də 50 minə kimi, 70 minə kimi məqalə çap edir ildə. Amma onun tövsiyəsi, onun təsiri elmə çox azdır. Halbuki Amerikanlar bəlkə də 2 dəfə ondan az çap edirlər. Almanlar ondan 5 dəfə çap edirlər. Amma onun təsiri çoxdur. Yəni burada biz bilirsiniz nə yolla getdik? Nə qədər çox çap edilir, belə yaxşıdır. Yəni çapın xətrinə görə çap eləməyə başlayırıq. Elmin xətrinə görə yox. Qərb sadəcə deyir ki, mənə lazımdır bu boyda çap eləmək. Mənə belə məqalə lazımdır. Mənə bir dənə məqalə çap elə 5 il ərzində, amma bilim ki, bunun təsiri var. Çin dedi ki, yox, mən burada sayla gedəcəm. Necə ki, Çinlər hər şey eləyirlər ki, sayla və s. hər şey çox olmalıdır. Və ona görə burada biz hansısa bir tələyə düşmüşük. Və bugün Azərbaycanda da ən böyük belə problem ondan ibarətdir ki, çap eləmək. Çoxsu olaraq insanlar bu qərb sistemini başa düşə bilmirlər ki, necə çap eləmək olur və çap eləyə bilmirlər qərbdə. Və bu momentdə qeyri-etik bir jurnallar yaxınlaşırlar, yırtıcı jurnallar yaxınlaşır və deyirlər ki, istəyirsiniz biz sizin üçün kömək eləyək çap eləmək, elm tərəfindən yox. Sadəcə bu işi görmək üçün sizin üçün eləyirəm ki, hansısa bir pula görə, paraya görə mən sizə bunu çap eləyəcəm. Aparıb sizi öz universitetinizə göstərəcək, rankingdə qaldıracaqsınız sizi hardasa rankingdə qoyacaqlar, amma elm qabağa getməyəcək. Yəni sizin universitetinizə heç bir təsiri olmayacaq. Thank you.